Bismillah, velhamdülillah, və salatu və salamu alə Rasulillah və bəd. Əssalamu aleykum və rəhmətullahi və barakatuhu, dəyərli qardaşlarım. Allaha həmd olsun ki, Allah Teala bizi xeyirli mövsümlərə yetişdirir. Və biz Şaban ayındayıq. Şaban ayında demək olar ki, sonlarındayıq. Kimlər ki, oruç tutdular, Qurani-Kərim oxudular, salih əməllər etdilər, buna görə Allah Teala həmd eləsinlər. Və artıq Ramazan ayına yaxınlaşırıq. Bu Allah Teala'nın bizə bir böyük bir nemətidir. Rəcəbə yetişdik. İndi Şabandayıq artıq. Ramazanın astanasındayıq. Çox az vaxt qalıb. Və Ramazan ayı da sayılı günlərdir. Allah Teala buyurur ki, əyyəmmən mədudət. Sayılı günlərdir. Və elm əhli buyurur ki, Ramazan üçün hazırlaşmaq lazımdır. Hazırlaşmalıdır mömin Ramazana, yəni tövbə ilə. Qarşılamalıdır Ramazanı tövbə ilə. Tövbə ilə yəni etdiyi günahlardan, üzərində davamlı olduğu günahlardan, asiliklərdən, xələllərdən tövbə eləyib Ramazan ayında çalışmalıdır ki, onlardan xilas olsun, daxil olsun. Və Ramazanı da imanla keçirtsə, sabit olsa Allah Teala yəni o günahlardan onu xilas eləyəcək. Həmçinin elm əhli buyurur ki, Ramazanı qarşılamalıyıq ciddiliklə. Ne üçün ciddiliklə? Çünki deyirlər ki, Ramazan məktəbdir. Bir adam məktəbi ciddi olmasa, ciddi oxumasa, o məktəbdən elm götürə bilməyəcək. Ramazan ayında da ciddi olmayan insan, Ramazanın həyatında ən xeyirli ay olduğunu başa düşməyən insan oradan pay götürə bilməyəcək, fayda götürə bilməyəcək. Həmçinin Ramazanda çalışqan olmalıyıq. Çalışmalıyıq nəydə? Allah qorxusunu artırmaqda. Allah Teala buyurur ki, Qurani-Kərimdə: "Ya eyyuhellezine amenu kutiba aleykumus-siyam kema kutiba alellezine min qablikum la'allakum tettaqun." Ey iman gətirənlər, sizdən əvvəlkilərə fərz edildiyi kimi, vacib edildiyi kimi oruc sizə də vacib edildi. Ne üçün? La'allakum tettaqun. Bəlkə Allahdan qorxasınız. Ramazan ayında oruç tutmaqla insan Allah qorxusunu artırır. Allah qorxusunu artırır. Həmçinin Ramazan imanı artıran aydır. Elə orucla və digər salih əməllərlə, hansı ki, onları qeyd eləyəcəyik. Həmçinin Ramazan Allahın rəhmətini yaxınlaşdırır insana. Allah Teala rəhməti daha çox yaxın olur. Həmçinin Ramazan ayı Quran ayıdır. Qurani-Kərimi oxumağı çoxaltmaq ayıdır. Allah Teala buyurur ki, "Şəhru Ramazan əlləzi unzilə fihil Quran." Ramazan ayı hansı ki, o ayda Qurani-Kərim nazil olub. Peyğəmbər sallallahu əleyhi və səlləm Ramazanda Qurana daha çox üstünlük verərdi, daha çox oxuyardı və ümmətinə də bunu məsləhət görüb Muhammed sallallahu əleyhi və səlləm. Və ondan sonra gələn salih sələflər, hədis alimləri, böyük hədis alimləri Ramazan ayı gələndə hədis kitablarını, hədis vərəqlərini, mürəkkəblərini yığışdırıb qoyarlar bir kənara, vaxtlarını ayırarlar nəyə? Qurani-Kərimi oxumağa. Qurani-Kərimi xətm eləməyə, bir neçə dəfə xətm eləməyə. Həmçinin çalışqan olmalıyıq Ramazanda günahları tərk eləməklə. Və günahları tərk eləmək üçün, günahlardan uzaq olmaq üçün ən böyük fürsət elə Ramazan ayıdır, vallahi. Həmçinin savabları artırmaq. Çalışqan olmalıyıq nəydə? Ramazanda savabları artırmağın üzərində. Ramazan ayında Allah Teala cənnətin qapılarını açır, cəhənnəmin qapılarını bağlayır və Adəm evladına düşmən kəsilmiş o şeytanı neynir? Şeytanları zəncirləyir. Vəsvəsələri azalır. Günahlardan çəkinə bilirsən və savabları artıra bilirsən. Həmçinin Ramazanda qəlblər yumşalır. Qəlblər yumşalır, gözlər kövrəlir, qulaqlar xeyirlər eşidir. Hamısı görsən nədir bunlar? Ramazanın xeyirlərindəndir. Həmçinin Ramazanın xeyirlərindən əllər açılır. İnsanlar nə olur? Səxavətli olur. Kasıbları yada salır. Orucun hikmətlərindən də biri budur ki, elm əhli buyurur ki, oruç tutan adam ac qalanda aclığın ağrısını hiss eləyir. Və onda onun yadına düşür kimlər? Kasıblar. Ki, onlar sən demə, uzun müddətdir acdılar. Onlar gör hansı ağrılar keçirdirlər. Və onlara başa düşür. Əli açılır, xərcləyir, kasıbları yada salır. Zəkat verən zəkat verir, sədəqə verən sədəqə verir. Bu Ramazan ayının xeyirlərindəndir. Həmçinin Ramazan ayında qəlbləri sevindirirsən. Elə bu əməllərlə Allah Teala'nın qullarını sevindirirsən. Məsələn, görsən iftarlar verilir. İftara gələ bilməyənlərin iftarları evlərinə göndərilir. Bütün bunlar hamısı nədir? Ramazanın xeyirlərindəndir. Əlhəmdülillah, bu əməlləri eləmək üçün çalışmalıyıq. Ramazanı
gözəl şəkildə qarşılayıb və bu əməlləri Ramazanda etsək, inşallah böyük xeyirlə Ramazandan çıxacaq. Necə deyir İbn Cəvzi rahimehullah, inşallah səhv eləmirəm son sözüdür. Buyurur ki: "Tallahi law qila li ahlil qubur." Allaha and olsun, əgər qəbirdə olanlara deyilsəydi ki, təmənnəv, nəsə bir şey istəyin, Allahdan bir şey istəyin, bir təmənna eləyin, lətəmənnəv yevmən min Ramazan. Ramazandan bir gün keçirtməyi Allah Taala'dan arzulayarlar. Fikir verin, dünyada başqa günlər, aylar da var, illər də var. Lakin deyir ki, bir gün Ramazandan bizə versə, böyük xeyirlər əldə edə bilərik. Lakin onlara verilməyən bu gün bizə verilib, yəni demirik Ramazana yetişmişik, lakin ümid edirik ki, Allah Taala bizi Ramazana yetişdirəcək və həmçinin Allaha dua edirik ki, o qardaşlarımız və bacılarımız kimi Ramazan ayına çatmayıblar, yetişməyiblər. Allah onlara rəhmət etsin və Allah Taala bizi Ramazan ayına yetişdirsin və bu ayın xeyirlərindən Allah Taala bizi məhrum etməsin, gündüzünün orucundan və gecəsinin qiyamından Allah Taala bizi məhrum etməsin. Bütün xeyirlər Allahdandır. Vəlhamdülillahi Rabbil alemin.